Salam, bugün mən sizə növbəti video dərsimizi qeyd edim. Adalar mövzusunda sonuncu qeydlər aparaq. Keçən video dərslərimizdə biz demək materik mənşəli, vulkanik mənşəli və mərcan mənşəli adalar haqqında məlumat vermişdik. Okeanlarda demək həm Sakit okean, Atlantik okean, Hind okeanı və Şimal Buzlu okeanda yerləşən adalar haqqında məlumat vermişdik. Və növbəti sonuncu dərsimiz demək Sokotra adası, yəni Hind okeanında olan materik mənşəli adalar haqqında Sokotra, Şri Lanka və sonra vulkanik mənşəli, Hind okeanında olan vulkanik mənşəli adalar Maskarin, Andaman, Kerguelen, Komor adaları, həmçinin mərcan mənşəli, Hind okeanında olan mərcan mənşəli adalar, Seyşel, Maldiv, Kokos, Lakadiv adaları haqqında məlumat verəcəyim. Digər adalar haqqında keçən video dərslərimizdə daha ətraflı məlumat vermişik və xəritədəki yerini daha ətraflı göstərmişik. Sokotra adası Hind okeanının şimal-qərbində yerləşir. Ada Sokotra arxipelagının ən böyük adasıdır inzibati cəhətdən. Eyni adlı demək əraziyə daxildir və adanın əsas şəhəri Hobbeidodur. 2004-cü ildə məlumatına görə adada 42.442 nəfər yaşayır. Xəritədəki yerinə baxaq. Sokotra adası sahəsi 3625 kvadrat kilometr, coğrafik koordinatları 12 dərəcə şimal enliyi, 53 dərəcə şərq uzunluğunda yerləşir, Yəmənə aiddir. Və demək faunası haqqında, florası haqqında daha doğrusu məlumat verək. Təbiəti haqqında ada endemik flora və faunası ilə zəngindir. Demək bu səbəbdən ada 2003-cü ildə arxipelagın digər adaları ilə birlikdə qorunur. Demək Şri Lanka Demokratik Sosialist Respublikası Cənubi Asiyada ada dövlət. Şri Lanka Hind okeanda Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada dövlət 1972-ci ilə qədər Ceylon olaraq bilinirdi. Ümumi sahəsi 65.610 kvadrat kilometrdir. Əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Həm də Hind okeanının ikinci demək incisi adlandırılır. Və demək Hind okeanının Hindistan yarımadası ilə arasındakı Adəm körpüsü bu ərazidə yerləşir. Maskarin adası yenə də Madaqaskarın şərqində Hind okeanında Mavrikya Respublikasına, eləcə də Fransa departamentinə aid adalardan ibarət adalar qrupu. Demək burada qeyd olunmuşdur. Coğrafi koordinatları 20 dərəcə cənub enliyi, 57 dərəcə şərq uzunluğu. Və Maskarin adasındakı
Demək, fauna və florası haqqında burada qeydlər edək. Təbiəti haqqında qeydlər edək. Çəhrayı boyunlu, yaşıl göyərçin, meyvə yeyən bir növ. Xallı göyərçin, dənəvər bir növ. Andaman adaları Hind okeanında yerləşən və Hindistan ilə Myanma adası arasında yerləşən arxipelaq Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir. Coğrafi koordinatları 12 dərəcə şimal enliyi, 92 dərəcə şərq uzunluğunda yerləşir. Hindistana məxsus adalardır. Kerguelen adaları Hind okeanı cənubunda arxipelaq Fransaya məxsusdur. Bir böyük və təqribən 300 kiçik adadan ibarətdir. Vulkan mənşəlidir. Sahəsi təqribən 7000 kvadrat kilometrdir. Coğrafi koordinatları 49 dərəcə cənub enliyi, 69 dərəcə şərq uzunluğu Fransaya məxsusdur. Hind okeanında yerləşir. Və tarixi haqqında burada qeydlər edilmişdir. Videonu dayandırıb daha ətraflı məlumat ala bilərsiniz. Komor adaları Hind okeanında yerləşir və demək eyni adlı Hind okeanında yerləşən dövlətdir. Komor adaları Mozambik körfəzində Madagaskar adasının şimalı ilə Mozambikin şimalı arasında yerləşir. Demək, ərazisi 1862 kvadrat kilometrdir və Mayotta adası ilə birlikdə 2235 kvadrat kilometrdir. Federativ Respublika olan Komor adaları 3 muxtar vilayətdən ibarətdir. Və burada xəritədəki yerinə baxaq. Madagaskar adası Afrika materiki arasında yerləşir. Əhalisi haqqında qeydlər olunmuşdur. Kreollar təşkil edir əhalisinin etnik tərkibini. Əhalinin 60% oxuyub yaza bilir. Maldiv adaları Cənubi Asiyada ada dövlət. Hindistanın cənubunda Hind okeanındakı atollarda Ərəbistan dənizində yerləşir. Həmçinin demək adanın adı ilə eyni adda dövlət Maldiv adaları, Maldiv Respublikası yerləşir. Ölkənin tərkibinə daxil olan adalar qrupu Hindistan və Şri Lankanın cənub-qərbinə qədər uzanır. 26 atoldan ibarət adalar qrupu şimalda İhaval Podu atolundan cənubda Addu şəhərinə kimi uzanır. Burada daha ətraflı qeyd olunmuşdur. Rəsmi dili Maldiv dilidir. Paytaxtı Mali. 393.253 nəfərdir əhalisi. Xəritədəki yerinə baxaq. Maldiv adaları. Keçən video dərslərdə
atollar haqqında məlumat vermişdim. Daha ətraflı kanalıma abunə olub həmin dərslərə baxa bilərsiniz. Maldiv adaları. Növbəti adamız Kokos adaları. Kokos adaları yenə də Cənub-Şərqi Asiyada, Hind okeanında yerləşən və Avstraliyaya bağlı olan adalar qrupudur. Kokos adaları. Lakadiv adaları. Lakadiv adaları Hindistana, Hind okeanında Hindistana məxsus olan adalar qrupu və müttəfiq ərazisinə daxildir. Lakşadviv vil müttəfiq ərazisinə daxildir. 27 atoldan ibarətdir. Maksimal hündürlüyü 4 metrdir. Coğrafi koordinatları 10 dərəcə şimal enliyi, 72 dərəcə şərq uzunluğu. Hindistana məxsusdur. Və Maldiv adalarının görüntüsü. Turizm üçün, yəni həmin ərazilərdə turizm inkişaf etmişdir. Kokos adaları. Komoro adaları. Bu ərazilərdə turizm yüksək inkişaf etmişdir.